Pambığın məhsuldarlığına ziyan vuran pambıq sofkasına qarşı mübarizədə yenilik tətbiq edilib. Belə ki, ondan çox rayonda ümumilikdə 3000 hektardan artıq pambıq sahəsində sofka bioloji yolla məhv ediləcək. Proses necə həyata keçirilir? Bunu əməkdaşımız Elman Əliyevin Hacıqabuldan hazırladığı sujetdən biləcəyik. Pambıq sofkasına qarşı bioloji mübarizə trixogramma adlı tüfeyli böcəklərlə aparılır. Necə deyərlər, ziyanverici qurd digər canlı ilə məhv edilir. 0,5-0,8 mm olan trixogrammalar Abşeron rayonlar arası bioloji laboratoriyasında çoxaldılır və daha sonra pambıq sahələrinə buraxılır. 1 hektara 5 qram məsarif norması ilə bulunan trixogrammadan istifadə olunur. Bitkinin yarpağına da qoyulur, sonra bitkinin o darağına da qoyulur, gülünə də mümkündür qoymağı. Küləkli havada daha əlverişli, tez yayılır ətrafa. Trixogrammalar sahələrə buraxıldıqdan sonra pambıq sofkasının yumurtasını tapıb, öz yumurtasını ora qoyur və yumurtadan pambıq sofkası deyil, trixogramma çıxır. 8-10 gün yaşayan parazit həşərat həm də sofka yumurtası ilə qidalanmaqla zərərvericinin çoxalmasının qarşısını alır.